dostlar, gəlin orqanlarımızı daha yaxından tanıyaq və onları qoruyaq. Salam uşaqlar, məni təmiz saxlasan və günəşdən qorusan, mən də həmişə sağlam qalaram. Biz hamımız sənin bədənində bir ailə kimi çalışırıq. Bizə yaxşı baxsan, biz də səni sağlam və güclü saxlayarıq. Orqanlarımız. Gözəl balalar, bu çizgi filmdə əsas daxili orqanlarımızı öyrənəcəyik. Beyin, ürək, ağciyər, ağ. Ready to try some spooky dance moves? Do the skeleton shake, everyone doing the skeleton shake. Do the skeleton shake, everyone doing the skeleton shake. Get in the zone for moving all your bones. Do the skeleton shake, Everyone doing the skeleton shake. Qaçarkən və oynayarkən bədənimiz daha çox enerji istifadə edir. Enerji yaranması üçün isə hüceyrələrə çoxlu oksigen lazımdır. Oksigeni bütün bədənə çatdıran ürəkdir. Buna görə də ürək daha sürətlə döyünür ki, qanı tez hərəkət etdirsin və hüceyrələrə kifayət qədər oksigen çatsın. Yəni biz hərəkət etdikcə bədən daha çox işləyir, buna görə də ürək daha sürətlə döyünməyə başlayır. Nəbz nöqtəsi bədənimizin müəyyən yerlərində arteriya damarının dəriyə ən yaxın hissədə hiss olunduğu nöqtələrdir. Bu yerlərdə damar divarı hər ürək döyüntüsündə genişlənib yığılır və biz bunu nəbz kimi hiss edirik. Nəbz nöqtələrinin əsas xüsusiyyəti nələrdir? Ürək döyünərkən damar genişlənir və dəri altında titrəmə hiss olunur. Bu titrəmə nəbz adlanır. Nəbzi hiss etmək üçün adətən arteriyanın sümüyü üzərində və ya dərinin çox incə olduğu hissələrdə yoxlayırlar. Ən çox istifadə olunan nəbz nöqtələri bunlardır. Bilək nəbzi, boyun nəbzi, dirsək içi, dizaltı və ayaqüstü. Bir sözlə nəbz nöqtəsi ürəyin döyüntüsünü əlimizlə hiss etdiyimiz yerdir. Damar dəriyə yaxın olduğu üçün hər döyüntünün tık, tık, tık kimi hiss edirik. Tez-tez nəfəs aldıqda ürəyin döyüntüsü sürətlənir. Çünki bədən daha çox oksigen qəbul edir və bu oksigeni bütün orqanlara çatdırmaq üçün ürək qanı daha tez pompalamalıdır. Yəni nəfəs alma sürətləndikcə ürək də daha tez döyünməyə başlayır, çünki bədənə lazım olan oksigenin daşınması üçün daha çox iş görür.